Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Allahumme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilmen ba'd. Aziz qardaşlar, Şeyx İmam Nəvavi rahimehullahın 40 hədis kitabının şərhinə davam edirik və biz keçən dərsimizdə birinci hədisə başladıq və hədisin müqəddiməsində hədisin ravisi barədə danışdıq. Bir də bu hədisin əzəməti barədə danışdıq və hədisin ləfzlərinə keçirik, hədisin ləfzlərinin şərhinə və hədisin ilk cümləsi odur ki, Rasulullah s.ə.v buyurur ki, İnnəməl ə'məlu bin niyyət, əməllər niyyətlərə görədir və alimlər bunun burada deyirlər ki, burada niyyətə hansı daxildir, burada daha doğrusu əməllərə nələr daxildir? Alimlər buyururlar ki, əməllərə, qəlb əməlləri də daxildir. Dillə deyilən əməl, qəlb əməlləri nədir? Bütün qəlbin əməlləri hamısı bura daxildir. Dillə deyilən əməllər də daxildir. Bədən üzvləri ilə edilən əməllər də bura daxildir. Yəni, bütün əməllər bu hədisə daxildir. İnnəməl ə'məl bin niyyət. Və niyyətin yeri, qardaşlar, haradır? Qəlbdir. Niyyətin yeri qəlbdir. Niyyət dillə tələffüz edilməz. Niyyəti Peyğəmbər s.ə.v bizə öyrətdiyi kimi niyyətin yeri qəlbdir. Heç bir ibadətdə niyyət etdim, Allah rızasına filan əməli etmək deyə icazə yoxdur. Heç bir əməldə. Düzdür? Kimsə deyəcək ki, bəs həc və ümrədə? Həc və ümrədə düzdür. Bəzi alimlər deyirlər ki, həc və ümrəyə hədis varid olduğuna görə həc və ümrədə niyyət dillə deyilir. Xeyr, əslində həc və ümrədə də niyyəti sən qəlblə edirsən. Lakin sənin ləbbeyk Allahumma umrətən və yaxud ləbbeyk Allahumma haccən deməyin, yəni sənin bu şəkildə deməyin, Şeyx İbn Hüseymin rahimehullah buyurur ki, bu əslində sənin həc və ümrə şüarını göstərməyindir, izhar etməyindir. Sənin niyyəti dillə tələffüz etməyin deyil. Həc və ümrədə ləbbeyk Allahumma umrətən deməyin və yaxud həcdə ləbbeyk Allahumma həccən deməyin. Bu sənin o şüarı, bu əzəmətli ibadətin şüarını izhar etməyindir, göstərməyindir. Sənin niyyətin deyil. Niyyət isə yenə də hər həc və ümrədə də qəlbdə olmalı. Bu barədə bir əsər var. İbn Ömər radiyallahu anhümədən gəlir. Deyir ki, bir nəfər İbn Ömər radiyallahu anhümə eşidir ki, bir nəfər ehramında deyir ki, Allahumma inni uridul həccə avul umrə. Allahım, mən həc və ümrə istəyirəm. Yəni, həc və ümrəyə niyyət edirəm. Niyyətini dilinlə deyir və İbn Ömər radiyallahu anhümə deyir ki, sən deyir, insanlara mı elan edirsən, insanlara mı eşitdirirsən? Sən bilmirsənmi ki, Allah sənin nəfsində olanı bilir. Yəni, İbn Ömər radiyallahu anhümə həmin adama niyyəti dillə, hətta həcdə və ümrədə niyyəti dillə etməyini inkar etdi. Niyyətin yeri qəlbdir. Lakin həc və ümrədə yenə deyirik, bizim onu dilimizlə tələffüz etməyimiz niyyəti dilimizlə demək deyil. Nədir bu? Bu, o şüarı izhar etməmizdir, şüarı göstərməmizdir. Sonra Şeyx İbn Rəcəb, Hafiz İbn Rəcəb rahimehullah buyurur ki, bu hədisin ilk kəlməsində alimlər o kəlmənin təqdirində, hansı təqdirdir, onu ixtilaf ediblər. İnnəməl əməl bin niyyət, yəni deyir ki, alimlərin çoxsu deyirlər ki, burada deyil məqsəd nədir? Yəni, əməllər niyyətlərə görədir, yəni əməllər niyyətlərlə səhih olur, niyyətlərlə etibarlı olur. Niyyətlərə görə qəbul olur. Niyyətlərə görədir, yəni niyyətlərə görə səhih olur, niyyətlərə görə etibarlı olub, qəbul olur. Və buna görə də bu mənada əməl dedikdə hansı əməllər qəsd olunur? Şəri əməllər. Niyyətə ehtiyacı olan əməllər qəsd olunur. Amma niyyətə ehtiyacı olmayan əməllər, məsələn, adətlərdir, yemək, içmək, yatmaq və s. Geyim geymək və bunlarda hər hansı bir niyyətə ehtiyac yoxdur. Digər alimlər isə deyirlər ki, bu deyir, bütün əməlləri heç nəyi xüsusiləşdirmir, bütün əməlləri əhatə edir. Yəni, mənası odur ki, əl-ə'məlu hasilatun əv vaqi'atun bin niyyət. Əməllər niyyətlərlə hasil olur.
Yəni istər adət əməlləri olsun, istər ibadət əməlləri olsun. Və bu mənada. Bu da isə qədim alimlərin rəyidir. Amma racih olan Allah aləm ikinci, daha doğrusu birinci rəyidir ki, yəni burada nədir? Əməllər niyyətlərlə səhih olan rəyidir. Və sonra gətirir ki, bu hədisin ikinci ləfzində Peyğəmbər sallallahu əleyhi və səlləm iki cümlə işlədir. Dedi ki, innəməl a'malu bin-niyyət. Əməllər niyyətlərə görədir. Yəni əməllər niyyətlərlə qəbuldur. Və innəmə likulli imri'in mə nəvə. Və hər bir kişiyə də yalnız niyyət etdiyidir. Yəni Rasulullah sallallahu əleyhi və səlləm ona xəbər verir ki, ona deyir, əməlindən yalnız niyyət etdiyi qalır. Əgər xeyir niyyət edərsə, xeyir ona hasıl olar. Şər niyyət edərsə, ona şər hasıl olar. Və əslində bu cümlə təkrar cümləsi deyil. Birinci cümlə əməlin salih olub olmamasına dəlalət edir. İkinci, yəni niyyətə görə əməl salihdir, yarayırmı, yaramırmı? Ona görə dəlalət edir. İkinci cümlə isə əməl edənin əməlinə görə savab qazanıb qazanmamasına dəlalət edir. Yəni onun salih niyyətinə görə o savab qazanırmı, qazanmırmı buna dəlalət edir. Yəni əməlin öz-özündə salih olur, lakin onu daşıyan insanın niyyətinə görə o savab qazanır, yoxsa qazanmır. Və niyyət ümumiyyətlə ərəb dilində qardaşlar bir şeyi qəsd etmək və ya istəməkdir, iradədir. Və bunlar arasında da alimlər fərq qoyublar və alimlərin sözlərinə baxdığımız zaman görürük ki, niyyətin iki mənada gəlir. Birinci məna ibadətləri bir-birindən ayırmaq üçün və yaxud ibadəti adətdən ayırmaq üçün gəlir. Birinci məna nədir? İbadəti ibadətdən ayırmaq və ya ibadəti adətdən ayırmaq. Məsələn, ibadəti ibadətdən ayırmaq nə deməkdir? Namaz qılırsan, zöhrəm niyyət eləmirsən, əsrəm. Zöhrün, əsrin qılınış forması eynidir. Elə deyilmi? Bunu nə ilə ayırırsan? Necə bilir ki, bu zöhrdür, bu əsrdir? Yox, farzların qılınış forması eyni deyilmi zöhrün, əsrin? Bir dənə niyyətlə. Onları fərqləndirən nədir? Niyyətidir. Bu əsrin niyyətidir, bu zöhrün niyyətidir. Niyyətlə bunlar arasında fərq olur. Məsələn, Ramazan orucunu başqa oruçlardan ayıran nədir? Həftənin birinci günü Ramazan ayı başladı. Bugün sən nəyə niyyət edirsən? Ramazan orucuna niyyət edirsən. Birinci gün orucuna deyil. Aydın nə var? Farzı nafilədən ayıran, sünnəti fərzdən ayıran, yaxud fərzi fərzdən ayıran bunlar nədir? Bu, ibadəti ibadətdən ayıran niyyətdir. Və həmçinin bura nə daxildir? Adətləri ibadətlərdən ayıran niyyət. Niyyət bu birinci qismə nə daxildir həmçinin? Niyyət nə üçündür? Deməli, ibadəti ibadətdən ayırır və ibadəti adətdən ayırır. İbadəti ibadətdən ayırmağa misal dedik, farz namazların arasında, ya farzla nafilə arasında fərq. Ya nə ilə fərqlənir? Niyyətlə. Sübh namazının 2 qılırsan, sonra 2 qılırsan. İkisi də eyni formada qılırsan. Lakin niyyəti ilə birinə sünnətə niyyət edirsən, birinə fərzə niyyət edirsən. Bu ibadəti ibadətdən ayırmaqdır. Biri də var, adəti ibadətə yaxud adətdən ayırmaq. Məsələn, bir insan yay istisində gedir hamama çimir sərinləmək üçün. Bədən üzvlərini yuyur, lakin heç bir niyyəti yoxdur. Bu nədir? Sərinləmək üçündür. Biri də var ki, cənabətdən qüsul alır. Bu isə nədir? İbadətdir. Çünki buna cənabətdən qüsul üçün nə lazımdır? Niyyət lazımdır. Sərinləmək üçün niyyət lazımdırmı? Xeyr, niyyət lazım deyil. Gördünüzmü? İbadəti adətdən necə ayırır? Deməli, bu birinci qismdir. Bu ikisi bərabər. Yəni, bəzi alimlər bunu da iki qismə bölür. Birinci və ikinci qism. Bu ikisi də hara daxildir? İbadəti ibadətdən ayıran və yaxud ibadəti adətdən ayıran niyyət deyirlər buna. İkinci məna isə, niyyətin ikinci mənası isə əməllə məqsədi ayırmaq üçün olan niyyətdir. Ki, bu əməl kimin üçündür? Allah üçündürmü? Allahdan başqası üçündürmü? İbadəti. Yəni, bu birinci qism niyyətlə kim məşğul olur? Fəqihlər məşğul olur. Fuqahalar, fiqh elminlə məşğul olanlar birinci qism niyyətlə məşğul olurlar. Onların işi bu birinci qismə aiddir.
namaza niyyət elədimmi, dəst namaza niyyət elədimmi və s. Bu onların işidir. İkinci qism isə kimin işidir? Əqidə alimlərinin işidir. Bu niyyətin Allah üçün idi, Allahdan başqası üçün idi. Bununla kimlər məşğul olur? Əqidə alimləri. Birinci qismin altında bütün şərii məsələlər daxil olur. Necə ki, İbn Rəcəb Rahimullah o məsələdən sonra gətirir. Təharətdən başlayır, namazda, zəkatda, oruçda, həcdə, alış-verişdə, hər bir şeydən danışır və buyurur ki, hər birində niyyətin şart olmaması barədə təfsilatlı şəkildə danışır. Və hətta danışırlar ki, məsələn, namaz məsələsində necə ki, İbn Hüseymən Rahimullah da gətirir, namazda gətirir ki, məsələn, insanın namaza niyyət eləməsi, vaxtın daxil olması ilə namaza niyyət eləməsi yetərlidirmi, yoxsa namazı təyin etməsi gərəkirmi? Zöhr vaxtı girdi, iqamə verildi, bu ki, namazdır, girdi, artıq namazdır. Allah Akbar deyəndə, bu da Allah Akbar namazdır deyə namaza niyyət eləyib daxil olur. Bu niyyət yetərlidirmi, yoxsa mütləq deməlidir, qəlbindən keçirməlidir ki, mən zöhrə niyyət edirəm deyə qəlbindən keçərməsi lazımdırmı? Bu barədə Həmbəli alimləri deyirlər ki, mütləq zöhrə niyyət etməsi lazımdır. Cümhur alimlər isə deyirlər ki, digər 3 məzhəb isə deyirlər ki, xeyr, vaxtın özünə niyyət eləməsi ilə, namaza niyyət etməsi ilə onun artıq namazı, onun niyyətini yetərli edir. Və Şeyx Mürsəmi Rahimullah da bu ikinci rəyi tərcih edir ki, ikinci rəy, yəni insanlar üçün burada asanlıq var, rahatçılıq var. Və bu məsələlər, bu bir dənə məsələdir. Baxın, bu hədisin altında yüzlərlə məsələ zikr eləmək olar. Təkcə hələ bir namazla bağlı, oruçla bağlı. Orucda, məsələn, alimlər danışırlar ki, oruc niyyətində, məsələn, oruca, məsələn, mən niyyət elədim Ramazan orucuna, bəhs eləyirəm, yoxsa mütləq deməliyəm ki, Ramazanın orucuna niyyət eləyirəm. Qəlbindən bunu keçirmən lazımdır. Və yaxud Ramazanın hər gecəsi ayrı-ayrıta niyyət etmək lazımdırmı? Racih odur ki, bir gün niyyət etdinsə Ramazanın biri, niyyət axşamı deyir ki, o Ramazanın axırına qədər yetərlidir. Yalnız insan arada oruca fasilə, üzürlü səbəbdən fasilə verərsə, xəstəlik, səfər səbəbi ilə fasilə verərsə, təkrar başlayanda yenidən niyyət etməsi lazımdır. Amma ardıcıl 30 günü tutursa, birinci günün niyyəti hamısına yetərlidir. Bunun özü də ixtilaflıdır. Bu hamısının dönüş nöqtəsi hara qayıdır, qardaşlar? Bu hədisə innəməl əməl bin niyyət. Ona görə dünənki dərsimizdə xatırlayırsınız, nə dedik? Bu, fiqhin 70 babına daxildir. Və yaxud din 3 hədisin ətrafında dönür, biri də bu hədisdir. Yəni, bu sözü alimlər boş yerə deməyiblər. Və yaxud zəkatda insan verəndə, məsələn, sədəqə niyyəti ilə verir. Sədəqə istəyənə verir, lakin verəndən sonra onu zəkata dəyişə bilərmi? Məsələdən alimlər danışıblar. Və yaxud, məsələn, həmişə qardaşların məşhur soruşduğu sual olur. Bu sual həmişə tələbələrə çox yönəlmiş suallardan olur. Deyir ki, qardaş, məsələn, bir kasıb müsəlmana borc vermişdim, borc istədi məndən filan məbləğdə, indi mənim zəkatımın vaxtıdır. Mən ona, o da zəkat əhlidir o insan, mən ona verdiyimi, borc kimi verdiyimi, indi zəkat kimi sayıb, ondan o borcu silə bilərəmmi? Deyir ki, xeyr, silə bilməzsən. Çünki niyə? İnnəməl əməl, bir niyyət əməllər niyyətlərə görədir. Sən ona verəndə nəyə niyyət etmişdin? Borca niyyət etmişdin. Niyyət də ibadətin əvvəlində olur. Sən ona verən vaxtı zəkata niyyət etmədiyinə görə o zəkat kimi keçərli deyil. Zəkat kimi keçərli deyil. Görürsünüzmü? Yəni, bu hamısı bir dənə hədisə qayıdır. Görün, dinin nə qədər məsələləri bir dənə bu hədisə qayıdır. Həc məsələsində həmçinin danışırlar alimlər, orada incəliklər var ki, nə qədər məsələlər var ki, niyyətin həcdə dəyişməsi məsələsindən tutmuş. Hamısının qayıdış nöqtəsi, bax, bu hədisdir. Deməli, bu hamısı birinci məna idi ki, o da nə idi? İbadəti ibadətdən seçmək və yaxud ibadəti adətdən seçmək. İkinci mənası dedik ki, bu ibadətin kimin üçün olması məsələsi. Allah üçünmü, yoxsa Allahdan başqası üçünmü? Və hansı ki, bu barədə deyir, sələflər danışıblar, sələflərin qədim kitablarında bu məsələdə geniş şəkildə izah var. Və Allah Azə və Cəllə də Quran-ı Kərimdə niyyət məsələsində danışır, lakin onu bəzən iradə kimi ifadə edir. Və bəzən Quran-ı Kərimdə iradə kimi çox gəlir. Məsələn, minkum mən yuridu dünya və minkum mən yuridu əxirə. Sizdən bəziniz dünyanı istər və bəziniz axirət istər. Yəni, istəmək bu da deməkdir nədir? Dünyaya niyyət eləyər
və bəziniz axirətə niyyət edər. Və başqa ayədə Allah buyurur ki, turidun aradad dunya vallahu yuridul axira. Siz dünya nemətlərini istəyirsiniz, amma Allah isə sizin üçün axirəti istəyir. Burada nədir? İstəməkdən məqsəd nədir? Niyyətdir. Həmçinin Allah Azze və Cəllə başqa bir ayədə buyurur ki, Mən kənə yuridul hayətəd dünya və zinətəhə nuvaffi iləyhim ə'mələhum fiyhə və hum fiyhə lə yubxasun. Kim əməlləri qarşılığında dünya həyatını və onun zinətini, bərbəzəyini istəyərsə, yəni ona niyyət edərsə, əməllərinin qarşılığında dünya həyatına niyyət edərsə, onların əməllərinin qarşılığında onu verərik və onlardan heç nə azaldılmaz. Ulaikəllezine leysə lehum fil axireti illən-nar. Onların axirətdə atəşdən başqa heç bir payı yoxdur. Və habitə ma sanav fiyhə və batilun mə kanu ya'malun. Etdikləri puça çıxar və bütün əməlləri də batil olar. Və bu ayələrdə Allah Azze və Cəllə nə qədər Quran-ı Kərimdə ayələr var ki, məsələn başqa ayədə Allah buyurur ki, "Zəlikə xeyrul lillezine yuridun vechallah." Bu onlar üçün xeyir, kimlər üçün xeyirdir? Allahın üzünü istəyənlər üçün xeyirdir. Yəni Allahın üzünə niyyət edənlər üçün xeyirdir. Və ulaikə humul muflihun. Onlar da qurtuluşa çatanlardır. Və bəzən Quran-ı Kərimdə baxırsan, ibtixa kəlməsi istəmək mənasında gəlir. İllə ibtiqa vəcihi rabbihil ələ. Onlar istisnadır ki, uca Rəbbinin üzünü istəyənlər istisnadır. Yəni ona niyyət edənlər istisnadır. Və başqa ayədə Allah buyurur ki, "La xeyrə fi kəsirin min necvahum illə men amara bi sadaqatin aw ma'rufin aw islahin beynen-nas və men yef'al zalika ibtiqa mardatillahi fa sawfa nu'tihi ecran azima." Sizin onların nədiyinə, onların pıçıltılarının çoxsunda xeyir yoxdur. Yalnız nədir istisna? Kim sədəqəni əmr edərsə, yaxud yaxşılığı əmr edərsə, yaxud insanlar arasında islahı əmr edərsə, kim bunu Allahın rizasını istəyərək edərsə, Allahın rizasına niyyət edərək edərsə, onlar fəsəvfə nu'tihi ecran azima, onlara böyük bir savab bəxş edərik. Və sonra şeyx gətirir ki, İbn Rəcəb rahimehullah Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərindən gətirir. O hədis də budur ki, Ümmü Sələmədən gələn hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, sığınandır, evə sığınacaq və qiyamət günü fəyub'asu ileyhi ba'sun və izə kanu beydə minəl ard xusifə bihim. Yəni, o qiyamət günün əlamətlərindən, qiyamətin əlamətlərindən Rasulullah s.ə.v xəbər verir ki, insanlar yerə batacaqlar. Yerə batacaqlar və deyir ki, Ümmü Sələmə deyir, ya Rasulullah, dedim ki, o günü kimsə o günahkarların içərisində öz xoşu ilə olmayan, ikrah edənlər olarsa, onların halı necə olacaq? Rasulullah s.ə.v buyur ki, o da onlarla bərabər batacaq, lakin qiyamət günü niyyətinə görə diriləcək. Deməli, niyyət, burada hansı niyyətdir? Allah üçün olan, olmayan niyyətdən söhbət gedir. Həmçinin başqa hədisdə Rasulullah s.ə.v buyurur ki, hamısı bərabər şəkildə həlak olacaqlar və qiyamət günü niyyətlərinə görə isə onlar həşr olunacaqlar. Bu hədisdə İmam Müslim rəvayət etmişdir. Və ona görə niyyət məsələsinin önəminə görə bəzən olur ki, hətta insan nafilə bir, mübah bir əməli insan savaba çevirə bilir. Necə ki, Rasulullah s.ə.v Səd ibn Vaqqas radiyallahu anh buyurur ki, İnnəkə lən tunfiqə nəfəqətən təbtəği bihə vəchallah illə usibtə aleyhə həttə luqmətə təcəaluhə fi imraatik. Rasulullah s.ə.v buyurur ki, səndir Allahın üzünü istəyərək etdiyin, xərclədiyin hər bir nəfəqəyə, hər bir xərcləməyə görə nədir? Sənə savab yazılır. Hətta deyir, zövcənin, həyat yoldaşının ağzına qoyduğun loxmaya görə də sən savab qazanırsan. Ailəni yedirtdiyinə görə də nədir? Sən savab qazanırsan. Nə ilə? İbtiğa vəcihillə. Allahın üzünü istəyərək edərsənsə. Baxın, o nədir? Deməli, niyyətin önəmi burada üzə düşür. Ona görə Yahya bin Kəsir rahimehullah sələflərdən deyərdi ki, niyyəti öyrənin. Çünki o, əməldan daha mühümdür. Zübeydil Yəmi rahimehullah deyər ki,
mən istəyirəm ki, mənim hər bir şeydə bir niyyətim olsun. Hatta yeməyimdə, içməyimdə belə niyyət etmək istəyirəm. Həmçinin ondan varid olub ki, deyərdi ki, hər bir xeyir istədiyin hər bir şeyə görə niyyət elə. Hətta bir yerdən çıxanda belə ona niyyət elə, xeyir bir əmələ niyyət elə. Davud Tai deyir ki, mən deyir xeyrin hamısını gördüm ki, xeyrin hamısını cəm edən bir qapı var, o da gözəl niyyətdir. Hətta insan deyir və sənə deyir, onun xeyri yetərlidir, hətta o xeyri etməsən belə, onun xeyri sənə bəs edər, niyyətinin xeyri sənə bəs edər. Sufyan-ı Thawri rahimehullah buyurur ki, mənim ən şiddətli müalicə etdiyim şey niyyətim oldu. Çünki o həmişə tez-tez dəyişir. İnsanın niyyəti tez-tez dəyişir. Ona görə deyir, ən şiddətli müalicə etdiyim niyyətim oldu. Yusuf ibn Əsbat rahimehullah deyir ki, niyyəti fəsad işlərdən xilas etmək, qurtarmaq, pisliklərdən təmizləmək, əməl edənlər üçün uzun müddət ibadət etməkdən daha çətindir. Uzadı ibadətdən daha çətin nədir? Niyyəti qorumaqdır. O, niyyəti gələn pis şeylərdən qorumaqdır. Mutarrif ibn Abdillah rahimehullah buyurur ki, qəlbin islahı əməlin islahı ilə olur. Əməlin islahı da niyyətin islahı ilə baş verir. Və sələflərdən bəziləri deyərdi ki, kim əməlinin kamilləşməsinə sevinmək istəyirsə, niyyətini gözəlləşdirsin. Çünki Allah Azə və Cəllə qula niyyəti yaxşı olarsa savab yazar. Hətta yediyi loxmaya görə, yediyi tikəyə görə də gözəl o savab qazana bilər. Abdullah bin Mübarək rahimehullah buyurur ki, ola bilər ki, kiçik bir əməl olsun, niyyət onu böyütsün. Ola bilsin ki də, böyük bir əməl olsun, niyyət onu kiçiltsin. İbn Acilən rahimehullah buyurur ki, əməl üç şeylə islah olar. Üç şeylə islah olar. O da nədir? Allahdan qorxu, niyyət, gözəl niyyət və sünnə üzərində olmaqla. Və bununla deyir, İbn Rəcəb rahimehullah deyir ki, bununla bilinən odur ki, İmam Əhməd niyə görə deyir ki, din üç hədis üzərində qurulub. O ki, hansı ki, keçən dərsimizdə zikr elədik, əməllər niyyətlərə görə kim bizim dilimizdə bir yenilik edərsə ondan qəbul olmaz. Bir də halal da bəllidir, haram da bəllidir hədisi Numan ibn Bəşirin. Niyə görə? Onlar bu üç hədisi zikr etmişlər və bu deyir, buna görə deyir, bəyan aydın olur. Və deyir ki, çünki deyir, bir işlərin deyir, əməl deyir, zahirində deyir, sünnə üzərində olur. Yəni bir əməl, insan deyir, məsələn, necə əməl edir? Yaxşı bir əməl edir. Lakin o əməlin yaxşı olması nə ilə sabit olur? Sünnə üzərində olması ilə. Bu da Ayşənin hədisi ilə sabitdir ki, kim dinimizdə bir yenilik edərsə ondan qəbul deyil. Bu əməlin zahiri tərəfindən, zahiri görünüşünü təyin edir. İkinci hədis isə əməllər niyyətlərə görə isə batinini, daxilini təyin edir. Ki, əməldən Allahın rizası aranmazsa, o əməl Allah qatında qəbul olmaz. Fudayl ibn İyad rahimehullah bu ayənin Mulk surəsinin 2-ci ayəsinin təfsirində liyabluwakum eyyukum ahsanu amala. Allah sizi imtahan edər ki, hansınız daha yaxşı əməl edəsiniz deyə bu ayənin təfsirində baxın nədir? Yəni Allah Azza və Cəllə baxın demir ki, hansınız çox əməl edəsiniz, nə deyir? Daha yaxşı əməl edəsiniz. Deyir ki, əxlasuhu və asvabuhu, ixlasla və savab üzərində olanıdır. Deyir ki, əməl əgər ixlasla olarsa, lakin savab üzərində olmazsa, o qəbul olmaz. Əməl savab üzərində olarsa, ixlas üzərində olmazsa, yenə qəbul olmaz. Və ta ki, ixlas və savab üzərində olana qədər o əməl qəbul deyil. Və deyir ki, ixlas Allahın üzü üçün edilən əməldir. Savab da Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsi üzərində edilən əməldir. Bundan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm hədisin ikinci cümləsinə keçir. O da deyir ki, فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى اللّٰهِ وَرَسُولِهِ فَهِجْرَتُهُ إِلَى اللّٰهِ وَرَسُولِهِ وَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى دُنْيَا يُصِيبُهَا أَوْ إِمْرَأَةٍ
yankihuha fe hicratuha ilə mə həcərə ileyk. Və bunu da inşallah biz gələn dərsə saxlayaq. Rasulullah s.ə.v-in yəni ki, bu cümləsi ki, kimin hicrəti Allah və Rəsulunadır, onun hicrəti Allah və Rəsul üçündür. Kimin hicrəti dünya üçündürsə onu qazanar, yaxud qadın üçündürsə onunla evlənər və o da hicrət etdiyinə nail olar. Bu hədisin, bu cümləsinin hansı mənalar daşıdığını da inşallah gələn dərsimizdə izah edəcəyik. Allah Azze və Cəllə istəyirəm ki, biz istifadənlərdən eləsin, eşidib yaxşısına tabi olanlardan eləsin. Subhanəkallahumma bihamdik, əşhədən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.